O dəfə sən kart deyirdin. Nə kartın məsələsi idi? Hansı kart? S-kart? S-kart, hə. S-kart. Şəhərdə görməmsən, o teleteatrdan üzü aşağı düşəndə sol tərəfdə bir dənə yekə yazılıb S-kart. Qırmızı hərflərlə. Odur. Təzə kampaniyadır. Deyəcəm sənə mütləq. İnşallah. Çox belə sərfəli bir şeydir. Mən ancaq kitablarda oxumuşam. Heç deyəsən bu analoq olmayan bir şeydir ya. Mütləq mən sənə deyəcəm bunu. Özdə informasiya göndərirlər mənə. Alan kimi həmən xəbərdar edəcəm, hamımızın xəbəri olacaq. Çox lazımlı şeydir. İnşallah, inşallah. Ayın 18-i Əliağa Vahidin ad günüdür. Bayaq keçirdim oradan. Heykəl görmüsən də? Heykəl qəşəngdir. İlkin tarix. Orada keçirdim, yaman çox adam var. Deyəsən hazırlaşırlar. Hələ keçirdirlər xollar. Şeirdən, zatdan belə qəşəng. Standart qədər şeiridir. Yavaş, yavaş, çox yavaş. Salamünaleyküm. Gəl. Xoş gəlmisiniz. Aleyküm salam. Mən belə başa düşürəm ki, siz Vahid Poeziya evindən gəlirsiniz. Çünki gördüm orada hazırlıq gedir. Xoş gəlmisiniz. Yallah. Geçin sənə. Salamünaleyküm. Dəftərlə, kitabla, nəsə qeydiyyatlar varsa. Buyurun. Verin. Xoş gəlmisiniz. Soğuqdur, Donduq. Hələ sizin qabağınızca Əli ilə söhbət edirdik. Deyirəm ona ki, ayın 18-i Əliağa Vahidin ad günüdür. Hər il qeyd olunur. Oradan keçəndə, filarmoniyanın yanına keçəndə gördüm, cəmaət toplaşıb. Deyəsən, yığıncı azad var, hazırlaşırlar, hə? Hazırlıq gedir orada. Biraz hazırlıq gedir orada. Hava cəmaatı hərəsən bir tərəfə qurub. Təzə nə xəbər var, nə deyirlər, nə danışırlar? Təzə bir şey olacaq? Allah qoysa, olmalı deyim. Yığışıblar, meyxanəgənlər də var orada. Orada? Meyxanəgənlər də var orada. Qazalxanlar da var orada, şairlər də var orada. Bayaqları Əliyə danışıram, bu qonşulardan biri Əli bir yalan olmasın. Əli neçə vaxt köçmüsən bura? Mastiskoya köçmüsən bura? Bir il var. Bir il var. Əli köçüb bir ildir bura, öydə güya remont eləyir. Remontu qutarmaq bilmir. Bayaq qonşulardan biri mənə deyir ki, əşi, sənin xəbərin yoxdur, o remontu qutarıb, sadəcə olaraq bilmirəm nə üçün qalxmır ora. Özü şeirlə dedi. Əli qutardı remontu, nə biləm, neynədi. Deyirəm, əşi, belə şeir olar. Bu, deyir, yox, sən bilməzsən, bu sərbəst vəzindədir. Təzə vəzinlər çıxıb da, o da görünür Avropa sayağı istəyir ki, o Ağşehir deyirlər ola bərində, o da Ağşehir yazır. Siz yaman tanış gəlirsiniz, bilmirəm, harada görmüşəm. Əli, sən çəkib verəmləmsən? Portretini çəkmişəm. Doğrudan? Burada vardı o şəkil? Var idi. Doğrudan? Pəs mənim eşitməmsən? Bir sözlə gözləməzdim. Rahim, mən yaxşı yadıma düşdü, bu yaxınlarda bir neçə nəfərlə söhbət edirdik. İndi siz Sabirdən ilhamlanırsınız, hər zaman yazırsınız onu, belə deyək də, Sabiranə yolu ilə. Bəzən şəhərdə gezirəm, maşallah bu qədər gözəlliyi, bu qədər inkişaf var. Misal üçün, görürsən də texniki tərəqqi nə qədər inkişaf gedirdi. Amma bəzi adamların özlərini aparmaqlarını da görəndə görürsən ki, o inkişaf ətrafda baş verənlər insanları çox qabaqlayıb bəziləri. Mən özür istəyirəm, qırağımızla. Birinci gəlir inkişaf olmalı. Əqli inkişaf olmalı. Burada inkişaf olmalı. O poeziyada da mənə elə gəlirlər deyə, yox. Yəni, zamanı ilə ayaqlaşan şeirlər yazmaq, ya əsərlər yazmaq. Bilirsiniz, nə deyirsə, hansı vəzirli yazsan mənim aləmdir. Hansı vəzirli yazırsansa yaz ki, şeir olsun. Xoşa gələn söz olsun, oradan bir şey ala biləsən. Ya bizim Əli maşallah, haçan baxırsan ləzzət edir. İstəyirsən yayda bax ki, o şəkillərə, istəyirsən qışda bax, hər zaman ləzzət edir. Mən doğrudan maşallah bu dağları da çox çəkir Əli. Baxırsan ləzzət edir. Ona baxıb bax şeir qoşmamaq olmaz axı, elədir. Mənim müəllim də şairdir da. Mən şairlərə lal şair deyirəm, rəssamlara. O verilişdə də demişdim, möcüzə verilişində, gəlik rəssam, lal şair. Barmaqları ləl şair, saxla biraz əl şair. Şair, rəssam, dərdləşək, sən mənim şəklimi çək. Əli müəllim də çox gözəl çəkmişdi, Allah ondan razı olsun. Gəlik rəssam, lal şair. Barmaqları ləl şair. Saxla biraz əl şair. Şair, rəssam, dərdləşək, sən mənim şəklimi çək. Baxım, gözümü dinlə. Durum, üzümü dinlə. Dinim, sözümü dinlə.
Nəyim var yalan, gerçək, sən mənim şəklimi çək. Kədər yaşın qaşımda, sevinç yaşın dişimdə. Dağlar qışın başımda, aranda isti əlcək, sən mənim şəklimi çək. Üzümdə bir ürək çək, ürəkdə bir xərək çək, xərəkdə ağır yük çək, yükün üstündə çörək, sən mənim şəklimi çək. Rəngləri yığ araya, ağı bulaq qaraya, xım tökək bir saraya. Şair, rəssam, dərdləşək, sən mənim şəklimi çək. Ay maşallah. Bu nədir? Ay gəldim. Ay salam əleykum. Gəl. Salam Gəl. Maşallah. Ay maşallah. Necəsiz? Sağ ol. Salam Gəl. Baxmaq soğukdur. Sağ ol. Hoş gəldiniz. Rafi müəllim, deyirəm, nə yadıma düşdü, bu uşaqlıq vaxtı, gənclik yaşlarında onun təbii gəlir, bir də görsən nəsə yazmaq istəyir. İndi qabiliyyət olmur da, yazmamış yox, amma hansısa bir yaş həddi və yaxın var da, amma sizdə hansı vaxtdan olub? Vallahi, mən əvvəlcə başladım haradasa tələbəlik illərindən, sonra qələmi qoydum yerə. Amma indi burada hər halda bir nəsə deyərdiniz də, ziyab eləyərdik. Uşaqlardan da xahiş edə bir bazı gezişsinlər. Başladım. O, qəzəl deyəcəksiniz, deyəsən qəzəlin səsinə gəlirlər. Yox, görək. Gəlsinlər, görək kimdir. Ay salam əleykum. Gəlin, soğuk. Salam əleykum. Aa maşallah məclis arasındadır. Hələ qəzəl deyəcəkdi ustad. Siz də qəzəlin səsinə gəlmişsiniz deyəsən. Vaxtında. Hoş gördük halımızı. Dənbədən. Keçirsiniz. Deyir, son verdiniz ki, namaqtar yazmağa başlayırlar. Mənim aləmimdə şairin keyfi bir kök olanda yazır, bir də qəmgin olanda yazır. Elə baraban da çalır. Deyir, olsam da hələ mən belə qıvraq bu yaşımda, heç dadmamışam bir kərə qaymaq bu yaşımda. Aləm elə bir halə düşübdür ki, mənim üçün sanki dayanıb kəlləmay Allah bu yaşımda. Üstümdən əsərkən qara yerlər düşürər gün ömrün ağacından sarı yarpaq bu yaşımda.
Qəmdən əyilibdir belim artıq, elə bil ki, dartır məni öz qoynuna torpaq bu yaşımda. Dərdim günü gündən çoxalır, yox elə bir kəs olsun bu qədər dərdimə ortaq bu yaşımda. Həm qaynanam, həm Kəblə Tükəzban məni görəcək, laf sirkəliyirlər üzə barmaq bu yaşımda. Vallahi yanıram, ay kişi, sən bir işə bax ki, eşşək dağıtır ey mənə şıllaq bu yaşımda. Ey kaş, qızıl bir balıq olsaydı tutardım, yoxdur tilovumda yenə qarmaq bu yaşımda. Rafi dedi, pulsuzluğun olsun üzü qara, çünki sinəmə çəkdi neçə dağ bu yaşımda. Sağ ol, sağ ol. Zaten xanım, bəlkə siz də nəsə deyəsiniz, bu musiqi adamı lap Dilləndirir adamı. Dilləndirir adamı. Mən şeir yazan deyirəm, amma mən də şeir demək istəyirəm. Allah sizdən razı olsun. Çox gözəl sual verdiniz Bəyək Rafik müəllimə. Deyirsiniz neçə yaşında başlamışsınız. Keşke sualı bana vereydiniz. Neçə Amma yaşında vermədiniz. başlamışsınız? Çox maraqlıdır ki, elə biraz bundan qabaq o möcüzə verilişi getdi. Mən bütün əməkdaşlara öz təşəkkürümü bildirirəm. Mən 33 yaşında başlamışam şeiriyyətə. Yəni tamamilə heç bir şeydən xəbərsiz, bixəbər 33 yaşında. Yəni o veriliş getdi. Evim yanıb, evim yanandan sonra mən başlamışam şeir yazmağa. Bəzən mənə indi suallar verirlər ki, haran oxuyursan, hansı institutu qutarıbsan, nədir, nə deyil. Onda vallahi elə həm siz deyən olsun, həm mən deyən olsun. İstəyirəm bir şeir deyəm, o cavabı olsun həm də. Soruşmayın şairdən, işin sənətin nədir? Hansı məktəb oxudun? Sözün, söhbətin nədir? Oxudum, oxuyuram, deyim niyyətim nədir? Süleymandan başladım, hələ Şeyx Sənandayam. Mən həyat məktəbində, hər gün imtihandayam. Haq səsi, vicdan səsi, iki zəng tanıyıram. Laylan, muğam, telli saz, cüt ahəng tanıyıram. Ümmül kitab bilirəm, bir nəhəng tanıyıram. Yaşıl libas, ağ örpək, səliqə sahmandayam. Mən həyat məktəbində, hər gün imtihandayam. Allah verən qiymətim, iki əla beşim var. Allah verən qiymətim, iki əla beşim var. 40 ildir yaşayıram, 140-dan çox yaşım var. Dəniz kimi gözlərim, dəryalarca yaşım var. Sinəmdə fırtınalar, qasırğa, tufandayam. Mən həyat məktəbində, hər gün imtihandayam. İnsanam, insanam yana-yana yaşamaq öyrənirəm. Alnımdakı yazını daşımaq öyrənirəm. İpim dolaşıq düşüb, daş yumaq öyrənirəm. Məsələm çox qəlizdir, açılmır, fəğandayam. Mən həyat məktəbində, hər gün imtihandayam. Həyat nə öyrətdisə, mən də onu öyrəndim. Ha oxudum əvvəli, bir də sonu öyrəndim. Anam yatan torpağı, bəyaz donu öyrəndim. Cıqatıləm nə dərdim, elə kəhkəşandayam. Mən həyat məktəbində, hər gün imtihandayam. Bax 33 yaşında başlamışam, belə oxumuşam. İndi dostumuzla arada söz verərəm. Amma o dediniz 140 yaşım var, laf Nəsimi kinosu yazmaq istəyirsə gəldi. O da demək, şair neçə yaşım var, nə tez qocaldın. O deyir, filan qədər yaşım var, filan qədər türmədə yatdın, filan hamısını bir yerdə eləyir 143. Anar, buyur. Mən də çox sağ ol, 13 yaşımda şeir yazmağa başladım. Elə o vaxtdan bu vaxta yazırıq da indi yavaş-yavaş. Şəvəs asılarımıza düşürdən yavaş-yavaş biz də yazırıq yavaş-yavaş. Allah xeyirli olsun. Şeir deyirəm ya. Bəli. Hə, mənəm. Ay kişi, mən sənə keçən dəfə dedim axı, o S-kartdır, adı S-kartdır. Hə. Plakatları vurulub o şey, görəcəksən şəhərdə. Hə, yaxşı. Oldu, deyəcəm sənə, mütləq deyəcəm, oldu, sağ ol. Hə. Hə. Buyur. Allah xeyirli olsun. Qoymazlar. Hə. Şeir meclisidir, şeir. Deyə bilirsən, gərgin öndə. Hə, yaxşı, oldu. Hə. Buyur. Yanaqdan süzülən gözümün yaşı, silməsən nə fayda, silsən nə fayda.
Almışam çiynimə kədərin daşın, bilməsən nə fayda, bilsən nə fayda. Sağlamaq hökmüm yox, fərmanım yoxdur. Dərdimi yığmağa xırmanım yoxdur. Əlacsız xəstəyəm, dərmanım yoxdur. Gəlməsən nə fayda, gəlsən nə fayda. Sevinç gətirmədin azarım üstə. Vədəsiz bağlanan bazarım üstə. Gəlib qəbrim üstə, məzarım üstə. Ağlasan nə fayda, gülsən nə fayda. Payızı, baharı, yay mənimlə. Hər günü, həftəni, ayı mənimlə. Əlimdən aldığım payı mənimlə. Bölməsən nə fayda, bölsən nə fayda. Sən elə düşünmə, çoxsan mənim üçün. Köksümə tuşlanmış, oxsan mənim üçün. Aminəm, var ikən, yoxsan mənim üçün. Yaşasan nə fayda, ölsən nə fayda. Əcəbdir. Qəşəng. Əla, əla. Maşallah, çox Bizim gözəl gözəl. sənətkarımız Rahim Qədir. Şəkər Əfsərin nəvəsi, adı da Əfsər. Sənətini davam edənlərdən biri, gözəl inşallah gələcəyin gözəl işlərdən biri. Maşallah. Allah var edin. Çox gözəl. Hər şeyi başa düşürəm. Şair oturur, nəsə beyninə ideya gəlir, oturur, yazır. Bir vaxt gedir də, elə deyil. Bir şeiri yazmağa, Rahim müəllim, nə qədər vaxt gedir? Bir yarım gün gedər? Yox, elə olur ki, laf yarım ildə gedir. Yarım da gedər. Mən bir söz demirəm ha, hər şey yaxşı. Tabii. Amma bu kişilər gözün qabağından keçəni yazır. Əvvəllər görüşmüsünüz? Vahid poeziya evində görüşmüsünüz, o heç. Onu saymıram. Əvvəllər görüşmüsünüz? Ara sıra məclislərdə görüşmüşəm. Meclislərdə görüşürsünüz. Meyxananı demək üçün saniyə lazımdır, mən belə başa düşürəm də. Bəli. Hələ gözün Bir qabağından anın içərisində nəsə fikirləşib deməlisən. bir anın içində Bəli. nəsə. Yaxşı, indi sizin hansınıza şair deməliyik? Onlara, yoxsa sizə? Ya, bilirsiniz, mən tamam, yəni öz dünya görünüşümlə yanaşıram. Yazmaq çətindir. Yazmaq üçün gərək nizami, intizami, hecaları gözləyəsən. Amma meyxanada belədir ki, biz meyxananın ritmin üstündəyik. Orada vəzn sına bilər. Hecalar da birinci, ikinci hecalar. Yox, düz siz gəlməyə bilər. özünüzü şair sayırsınız, yoxsa yox? Yəni tərif çıxmasın, Allahın verdiyi istedaddır, talantdır. İstəməsəydə bir Yaxşı, şair Ağsaqqaldan soruşam. Rafiq müəllim, onları şair saymaq olar, yoxsa yox? Bilirsiniz, Axı Vahid özü həm şair olur, həm qəzəlxan olur, həm meyxana deyən olur, belə deyil. Bədahətən deyir də. bəli, indi Vüqar bəlkə bilir ya bilmir. Yaşlı nəsil bilir ki, mən də cavanlığımda
meyxana demişəm. Rəhmətli Nizami Rəmzi ilə mən 3 il bir yerdə, 3 il bir yerdə belə də şənliklərdə iştirak eləmişik. Sonra o vaxt çox pis baxırdılar, həddən axır pis baxırdılar. Hətta təhqir edirdilər. Əl çəkdim. Mən institutda oxuyurdum, mənim yolum Nizami ilə ayrıldı. O ki qaldı ki, məsələn, onlar şairdir, bunlar şairdir. Bu yaşlı nəsil çox gözəl tanıyır. Ağhüseyn var idi. Rəhmətli Vahidlə. Mən onları bir dəfə toyda meyxanadayan görmüşəm. Ağhüseyn Vahiddən qat-qat güclü meyxana deyirdi. Amma Ağhüseyndən nə qaldı? Ağhüseyndən nəsinə qalmadı? Vahidi kim tanımır? Fərq budur. Məsələn, Vüqar qardaşım deyir ki, görürsən ki, 13 hecə olur, 14 hecə, hecalarcadır, gülmür, yəni. Mən gözəl meyxananın azarkeşiyəm. Gözəl sözün azarkeşiyəm. Gözəl sözün ustaları da qardaş, bir deyin də. Hərdən deyirlər ki, çox da doğru deyirlər, meyxananın yaraşığı elə bədahətən söz deməkdir. Amma mən bir dənə söz deyim ki, əl yazması olmayan şair xalqın yaddaşına düşə bilməz. Ömrü boyu yaşaya bilməz. Kim deyir ki, çıxdım toyda bədahətən, sinədən söz qoşdum, mən parlaq ad qazandım, yalan deyir. Baxıb görürsən ki, rəhmətə gedir, onun heç o bədahətən dediyini xatırlayan yoxdur. Ya kitabı ilə maraqlanırlar, ya evdə qalar, əl yazmaları. Yaxşı yadıma düşdü, var misal üçün bədahətən deyirsiniz də, hə, meyxanada, ya misal üçün. Sonra onu qələmə alanda, yazanda, bir kağaza da, sonra kitablar kimi buraxılıb, baxın. Mən çünki meyxana kitabları görmüşəm, Abşeron meyxanaları var, Bakı meyxanaları var, belə kitablar bir ara buraxılırdı. O dediyiniz orijinalla, məclisə dediyinizlə, o kitabda yazılanlar arasında fərq olur yoxsa? Əlbəttə fərq olmaz. Şimdi bədahədən biz deyirik, bədahədən deyilən uçdu getdi. Daha da təsdiqləyər. Bilirsiniz, Rahim müəllim, olub ki, şəxsən mənim başıma gəlib ki, olub ki, məsələn, oturmuşam işləməyə, gəlmir, söz yoxdur. Mən həmişə, məsələn, mənim azarım olub, orada muğamat qoymuşam. Ondakı muğamatla mızıldamağa başlayanda o ki, təbii hazırdır. Magnitofonu qoymuşam, o şeiri demişəm sinədən. Sinədən demişəm, yazmışam. Sonra oturub bunu qəlbə salmışam. Sonra orasını, burasını düzəlmişəm. Meyxana şairliyi ilə, meyxana şairləri ilə belə şairlərin arasında fərq odur. Vüqar qardaşım üçün onu mən təkrar deməyim, təsdiq elədi ki, şairin əl yazması olmalıdır. Belə, məsəl üçün, meyxananı deyəndə, meyxananı deyirsən, orada səndən fərq qoymurlar, qabağa sərhəd qoymurlar, səhv qoymurlar. Biri 11 hecə ola bilər, 15 hecə ola bilər. Ancaq şeir belədir ki, şeirin nizamı, intizamı, axıcılığı öz yerində olmalıdır. Yaxşı, siz, bax meyxanaçıları, 2 nəfərin təmsilçisi var. Onları şair hesab edirsiniz yoxsa yox? Mən onları meyxana şairi hesab edirəm. Mən təsdiq edirəm. Meyxana şairi. Mən meyxana şairləri Bir də zəhmət olmasa, Olar mən buyurun. deyim. Yəni, Aral müəllim dedi, yəni biz heç bir meyxanada 11 hecə, 15 hecə ola bilməz. Ki, biri qısa, biri uzun olsun. Heç bir şeiriyyatda mən bilən eləncə şey yoxdur. Özdə İmili meyxanada mən bilən vapki o... Mən onu demirəm, mən onu deyirəm ki, yəni meyxanada ola bilər 4-5-likdə deyirsiniz, düzdür meyxananın. Ola bilər bir sətir 11 hecə ola bilər, bir sətir 14 hecə ola bilər. O ritmin üstündə, o ritm onu, musiqi onu bağlayır, bilinmir. Ancaq yaradıcılıq da bu özün göstərir. Qısası mən deyim, göstərir. mən şeirimin nöqtəsinə də cavabdır, həm vergülünə də. Şurada. Öyle de. Bir dənə də söz deyim, üzr istəyirəm hamımızdan. Ağsaqqal məndən yaşlıdır, üzr istəyirəm. Meyxananın bir gözəlliyi də var. Yəni bu özünü tərif deyil, bunu qardaşlarımız təsdiq edər, elə şairə xanım da təsdiq edər. Yazan adamın bir gecədən səhərə qədər düşündüyünü, yəni 8-9 saata elədiyini meyxanadayan 15 dəqiqə eləyərlər. Qardaş, bir 10 daha olar oturmuşsunuz burada, hələ heç də deməmişsiniz. Qardaş, bir daha zəhmət olmasa. Bəli, göstərə bilərik. Problem deyil. Bunlar bir qafiyət var, gəlin ki, biz də göstərərik. Bizdən iz qoyur əsər əl yazmalar, bizdən iz qoyur əsər əl yazmalar, şairə sayılır hünər əl yazmalar, şairə sayılır hünər əl yazmalar, şairə sayılır hünər əl yazmalar. Yazmaq özü tərbiyə təlim olmuş, dərin yazan həyatda alim olmuş. Kim bilərdi ki, Füzuli kim olmuş, ona da getirmiş hünər
hünər əl yazmalar. Onu da gətirmiş hünər əl yazmalar. Şairə sayılır hünər əl yazmalar. Bizdən iz qoyur əsər əl yazmalar. Bizdən iz qoyur əsər əl yazmalar. Mən də gəlmişəm sənətəm var Allah. Böyük addımlarla güclü sınarla. Bir mənim kitabımı aç var Allah. Məndə də vardır şəkər əl yazmalar. Məndə də vardır şəkər əl yazmalar. Şairə sayılır hünər əl yazmalar. Bizdən iz qoyur əsər əl yazmalar. Söz deməsəm danışmanam, gülmərəm. Allah əmridir gəlməsə ölmərəm. Başqa şairləri deyə bilmərəm. Məni eləyib bəxtəvər əl yazmalar. Məni eləyib bəxtəvər əl yazmalar. Şairə sayılır hünər əl yazmalar. Bizdən iz qoyur əsər əl yazmalar. Bu qar dostum xəyallara dalıcınar. Sən də bu verilişinə ucalıcınar. Bir balaca keçmiş nəzər salıcınar. Biraz keçmiş və nəzər salıcınar. Ta qədimdəndir xəbər əl yazmalar. Verili qədimdən xəbər əl yazmalar. Şairə sayılır hünər əl yazmalar. Bizdən iz qoyur əsər əl yazmalar. Söz odur ki, onu getirəsən vecə. Bunu millətə deyirəm sadəcə. Hərdən təbim qəlbi yazmışam gecə. Hərdən yazmışam səhər əl yazmalar. Hərdən yazmışam səhər əl yazmalar. Şairə sayılır hünər əl yazmalar. Vardı bizdə ləzzətləri, dadları. Şairin Allah'tan istidatları. O qədər çoxdur şeiriyyat ustadları. Bizdə də var müxtəsər əl yazmalar. Bizdə də var müxtəsər əl yazmalar. Şairə vardır hünər əl yazmalar. Şairə vardır hünər əl yazmalar. Şairə sayılır hünər əl yazmalar. Şairə yazılır hünər əl yazmalar. Nə görmüşəm mən bu karxanalarda, atsanımda çıxıb toyxanalarda. Bobulu gün keçirsə meyxanalarda, onda da var bir qədər əl yazmalar. Onda da var bir qədər əl yazmalar. Şairə sayılır hünər əl yazmalar. Bizdən iz qoyur əsər əl yazmalar. Bizdən iz qoyur əsər əl yazmalar. Nəsimi tək mahirimiz var bizim. Nəsimi tək mahirimiz var bizim. Abbas Səhəd qadirimiz var bizim. Deyidi əzim sabirimiz var bizim. İtib getməz heç qədər əl yazmalar. İtib batmaz heç qədər əl yazmalar. Dədə vardır əsər əl yazmalar. Bizdə də vardır əsər əl yazmalar. Bizdən iz qoyur əsər əl yazmalar. Şair iz qoyur əsər əl yazmalar. Haqqı gərəkdir deyəsən düzündən, həqiqəti anlayasan üzündən. Ramin qardaşın çox dedi özündən. Amin qardaşın çox dedi özündən. Səndə çoxdur bir təhər əl yazmalar. Səndə çoxdur bir təhər əl yazmalar. Şairə sayılır hünər əl yazmalar. Mən də razıyam ağsaqqal izindən. Meyxanası tökülür onun gözündən. Şairliyi tökülür onun gözündən. Cavanəm oğlu yaman dedi özündən. Hamıda var bəs qədər əl yazmalar. Hamıda var bəs qədər əl yazmalar. Şair üçün bax hünər əl yazmalar. Bu şair üçün hünər əl yazmalar. Xiridarlar ayrılmır meydanımdan. Xiridarlar ayrılmır meydanımdan. Fədahətən söz də gəlir canımdan. Bir xahişim var şairə xanımdan. Yazsa yazsın sülhsevər əl yazmalar. Yazsa yazsın sülhsevər əl yazmalar. Şairə sayılır hünər əl yazmalar. O söz dögür vüqar hörməti olsun. O söz gərək şirin hörməti olsun. Şairin də şirin söhbəti olsun. Söz odur ki onun qüdrəti olsun. Para dövlətə əgər
gələr yazmalar, vara dövlətə də gələr yazmalar. Bizdə də vardır əsərəl yazmalar, bizdə də vardır əsərəl yazmalar. Rafiq müəllim bilir söz neyniyibdü, öz sözü ilə rəqibini çeyniyibdü. Bugün burada mində birini deyibdü, ondan da vardır bətərəl yazmalar, ondan da vardır bətərəl yazmalar. Şairə sayılır hünərəl yazmalar, bizdən iz qoyur əsərəl yazmalar, bizdən iz qoyur əsərəl yazmalar. Şairə sayılır hünərəl yazmalar, şairə sayılır hünərəl yazmalar. Çırtma çalın yavaş yavaş meydana, rahibinə oturmuşu yan yana. Bugün bədahətən dedim meyxana, diyeceğim gələn səfərəl yazmalar, diyeceğim gələn səfərəl yazmalar. Şairə sayılır hünərəl yazmalar, bizdən iz qoyur əsərəl yazmalar, bizdən iz qoyur əsərəl yazmalar. Vardı burada meyxana ustadları, şeiriyyatın bir dahi əcdadları. O qədər çoxdur şeiriyyat ustadları, o qədər çoxdur şeiriyyat ustadları. Söyleyim nətərəl yazmalar, söyleyim yoxdur nətərəl yazmalar. Şairə sayılır hünərəl yazmalar, şeiriyyatın bu oduna yanmaq üçün, gəlməmişik güzgünü danmaq üçün, Degərsində qələbə qazanmaq üçün, başımı edib dəngəsərəl yazmalar, başımı edib dəngəsərəl yazmalar. Şairə sayılır hünərəl yazmalar. Bu qar bizdə gəldik bax bu ünvana, hamı əqləşib bu gecə yan yana. Düzdür meyxana deyirsən bir yana, düzdür meyxana deyirsən bir yana. Bizdə olardır hədərəl yazmalar, bizdə olmazdır hədərəl yazmalar. Bizdə də vardır əsərəl yazmalar. O qədər gedib mən görmüşəm toy nişan, o qədər gedib mən görmüşəm toy nişan. Söz verdinsə gərək üstündə dayan, görsəm toyda bir an çəkmişəm ziyan. Görsəm bədahətən olmayıb asan, dizmə verib dürü təpərəl yazmalar, dizmə verib dürü təpərəl yazmalar. Şairə sayılır hünərəl yazmalar, bizdən iz qoyur əsərəl yazmalar, bizdən iz qoyur əsərəl yazmalar. Əgri bir yana, vaxt düz bir yana, gecə bir yana, gündüz bir yana. Bədahətən ayvıqar söz bir yana, şairə verir bəhərəl yazmalar, şairə verir bəhərəl yazmalar. Bizdədir budur hünərəl yazmalar. Şairə sayılır hünərəl yazmalar, bizdə olub mərdanəli mətinlik, əynimizdə vardı sadə sətinlik. Bədahətən bizə eləmir çətinlik, gətirir alnımıza tərəl yazmalar, gətirir alnımıza tərəl yazmalar. Şairə sayılır hünərəl yazmalar, bizdən iz qoyur əsərəl yazmalar. Sağ ol. Rafil müəllim, bana dedilər, Şvarqov Azad var idi. Heç nə, bu andaca baş verən meyxanadır. Yaxşı, indi şair bu anda nəsə quzağa, bədahətən deyə bilər, yoxsa oturub yazmaq lazımdır? Mən yenə də deyirəm, şair sözündə, şair özünə hörmət edirsə, onun nöqtəsi də vergülü yerində olmalıdır. Ona görə Və ona görə fərqlənir, ona görə fərqlənir. Ona görə fərqlənir. Mən bu Rahim müəllimlərcə fikri ilə razıyam. Deməli, bu meyxana deyənlər nöqtə vergül qoymursa, deməli, onlar özlərinə hörmət eləmir. Bu, hadisə mən bizgün buna yanaşma hesab eləmirəm. Ancaq yəni, onlar meyxananı deyir, bu nöqtəsi vergülü yoxdursa, deməli, onlar özünə hörmət eləmir. Və əslində onlar hörmət edir. Sadəcə... Nöqtə vergül var? Sadəcə onlar nöqtəsi də var. Nöqtənin vergüldən söhbət getmir. Sənin orada heç bir söz verişməməlidirlər. Rədif elə oturmalıdır yerində ki, da ona o
elə bir qəlbə vururlar onu. Yox, Şairə xanım bu barədə nə düşünür? Vallahi hər kəsin öz fikri var. Şəxsən mənim fikrim, münasibətim çox gözəldir meyxanaçılara qarşı. Nə barədir? Doğrudan qəribədir. Doğrudan qəribədir. Yəni bir andaca gəlsin, düzdür, indi onlar sonra özləri də etiraf edədilər ki, sonra bunları yazanda, hardasa əl yazma eləyəndə Deyil-mümkün, dediyin sözlə. yəni ki, yazıb Oturub eləyəndə təzədən deyil-mümkün. amma məsəl üçün mən özüm bunların çıxışlarına baxmışam. Düzdür, biraz mən çox üzr istəyirəm. Yəni biraz bəzi söhbətlər biraz yaraşmayan da olur, amma elə gözəl bir də görürsən, nə gözəl, haralardan, Qurandan başlayırlar da, dünyanın axırından yerinə, çox gözəl yerinə oturmuş, elə gözəl, dərin mənalar bir andaca deyirlər. Vallahi mən şəxsən belə bu mənada... Deməli, bu kişilər şairdirlər, düzdür? Meyxana şairləri. Meyxana şairləri. Yəni, bugün belə bir fikir formalaşıb, ədəbiyyat şairi. Ədəbiyyatda qalan ədəbiyyat şairləri. Yəni, bu sırf şəracılıqla, təcnislə, qoşma ilə, ondan sonra müxəmməslə, qəzəllə, şeirin bir neçə növləri ilə məşğul olan şairlər. Biri də var, yəni bəhdiyyə deyəndə, yəni bədahətən söz deyən şairlər. Vüqar qardaşımız bu meyxana deyənlər bu bədahətən söz deyən şairlərdir. Ola bilər, məsəl üçün, bir şair, yenə deyirəm, hansısa bir poetik tapıntını, tapdığı poetik tapıntını, ola bilər 50 dənə meyxanaçı 3 saat meyxana deyər, o poetik tapıntını tapa bilməz. Məsələn, tutaq ki, deyək ki, Bəxtiyar Vahabzadə gecələr həsr eləsə də, gecələr tutaq ki, bir gecə həsr eləyib, Şamın yaşamağı yanmağındadır, Şam əgər yanmırsa yaşamır demək. Belə bir fikri ola bilər 50 dənə şair 50 saat meyxana deyər, tapa bilməz. Yəni, burada fərq odur ki, bu şair sırf poetik tapıntılar tapır, yəni şeiri gələcək nəsillərə olmuş formada, hazır bir formada təqdim eləyir, gedir. Ancaq bax, Vüqar qardaşım günləri burada meyxana dedi, düzdür, süzün tarixin, yəni Space'in yaddaşında qaldı, o lentdə qaldı. Yəni bu elə buradaca da qaldı, getdi. Ancaq bu gələn ki, yazılan şeirlər ki var, bunlar nəsildən nəslə, kökdən kökə axıb gedən bir nə qədər dünya vardı, bu beləcə də axıb gedəcək. Mən ən çox bax bu meyxanaçılara Allahdan gələn bir istedad kimi deyərdim. Bax, mən şəxsən elə deyirəm. Yəni, bu bir qeyri-adi istedad. Rafim, bax, siz dinizdə bayaq meyxana demişsiniz vaxtı ilə. Siz, bax, mən indi, anar dedi, meyxanaçı şair, hə? Meyxana şair. Meyxana şair. İndi axır vaxtlar çıxıb, təzə sözlər çıxıb Azərbaycan dilində. Həvəskar şair, nəğməkar şair, nə bilim, nə. Bu da indi təzə bir dənə termin oldu. O dilimizdə də bitər eləyərik ki. Şu şair də yazır da, yazırsınız, deyirsiniz, bəli. Bəli, Şirin, mənim bütün yox, 99% şeylərim əruz vəzinlidir. Bunlar da əruz vəzinli deyirlər. Məndə götürsən hər hansı bir şeiri, orada bir dənə sınıq saxlıq tapa bilməzsən. Yox, əruz özü əlbəttə elə bir şeydir ki. İndi onların da sesini salcıyla o kardioqrammaya, mən də bir dənə istəyirsiniz çıxma üstündə deyeyim. Yox, çıxma üstündə mən üzr istəyirəm, mən demək istəsəydim, hələ o vaxtdan deyərdim. Mənim şeirimi də salın kardioqrammaya, görün mənimki yox, əruz vəzində yazılmış, mənimkilər yox. Mən sözünüzə qüvvət deyim sizə, məktəbdə oxuyanda Mirzə Əkbər Sabiri öyrənə çətindir axı, bəzi şeirlər çox çətin idi. Mən otururdum, keçirdim qıraqda bir dənə sakit yerə, o belə. Bunu vahilənci əzbərləyirdim. Əruz vəzində o qədər bəhirləri var ki, məsələn, bu bacıma mən əruz vəzini ölkədə bilmərəm, amma bunlarla bir ay məşğul olsam, bir ay, çox yox, bir ay məşğul olsam, bunlar əruz vəzini öyrənəcəklər. Çünki meyxana özü əruz vəzinin üstündədir. Yaxşı, musiqiçi qardaşlarımızdan da gəlib soruşanda, biz indi deyirik ki, biz mübahisə edirik, hə. Siz necə fikirləşirsiniz? Bunlar şairdir, yoxsa yox? Bunlar şairdir, Rahim müəllim. Bunlar, siz necə? Ağsaqqal deyir, mən çox həm xoşum gəlir, həm qiymət verirəm. Belə insanı gecə yuxudan durğun saat 3-də o deyəcək. Şairlik elə meyxanadan başlayır. Bir fakt var ki, belə deyək də, düzün deyir. Əksər, belə deyək ki, əhalinin bir hissəsi onları bizdən çox sevirlər. Onları bizdən çox sevirlər. O bir söhbətə başlayanda ki, bayağılıq başlayıb, bu həmin şeydir.
Mən yenə dedim, bu haqda söhbətimiz oldu ki, mən üçün yaxşı şeirdir. İstəyir ki, sərbəstdə yazılsın, istəyir meyxanada deyilsin. Amma məsəl üçün, indi bir dənə şeir deyəcəm sənə üçün. Məsəl üçün, bizdə şairlərin arasında ona deyirlər Sabirani. Onlar deyirlər meyxana, gəl indi taxta tutağım, görün meyxanaya oturur mənim dediyim şeir. Bir şeir, məsəl üçün, birinci bəndini deyim onu çıtmanın üstündə, ikinci bəndini deyim bunu şeirin üstündə. O məsəl üçün, lap sancı salıb qarnıma bir vəlvələ doktor. Lap sancı salıb qarnıma bir vəlvələ doktor. Öldüm ayaman dərdimə dərman elə doktor. Öldüm ayaman dərdimə dərman elə doktor. Lap sancı salıb qarnıma bir vəlvələ doktor. Öldür ayaman Dərdimə dərman elə doktor. Dərdim elə vurmuş ki mənim qəlbimə yarə. Ağ günlərimi eylədi birdən birə qarə. Sən eyləməliydin axı bu dərdimə çarə. Neynim görəsən ta mənə rəhmin gələ doktor. Öldüm ayaman dərdimə dərman elə doktor. Öldüm ayaman dərdimə dərman elə doktor. Satdığın neyimiz varsa tez oğlum satacaqdır. Satmazsa əgər borcun içində batacaqdır. Haqqın sənin artıqlaması ilə çatacaqdır. Aldıqların əlbəttə ki behdir hələ doktor. Öldüm ayaman dərdimə dərman elə doktor. Öldüm ayaman dərdimə dərman elə doktor. Götdü şeyin üstündə, Osmanın üstündə. Axsağı yoxdur ki. Yox. İndi dalınca şeir kimi deyim, mən şeir kimi məsəl, gör saçını da çatmır. Vurun, bir dənə də vurun. Valla elə sən verdiyin andan bizə fərman, arvad uşaq evdən gətiribdir mənə yorğan. Bu iynədir, bu 1000 TL yoxdur, bu da dərman. Bir çarpayı da qoymuşuq artıq çölə doktor. Öldüm ayaman, dərdimə dərman elə doktor. Məcbur olub 10 kərə minsəm də bu liftə, xidmətçi qadın məndən alır hər dəfə siftə. Yolun qapçı, hətta tüpürməz üzə müftə, bunlarda heç insaf yox imiş bir gilə doktor. Öldüm ayaman, dərdimə dərman elə doktor. Sağlam bir adam düşsə bura yox ha, ora. Sağlam bir adam düşsə bura, bil ki azarlar. Pulla bu adamlar ona bir gör də qazarlar. Sonra demagoglar sənin haqqında yazarlar. Vallahi düşərsən yenidən cəncələ doktor. Öldüm ayaman, dərdimə dərman elə doktor. Ərzun hər hansı birini meyxana üstündə demək olur. Özdəki nöqtəsi digərindedir, vergülü digərində, sözləri digərindedir. Sözlər şairin sözünə qiymət verirlər. Şairin sözünə musiqi gərək qiymət verək.
Sağ olun, çox sağ olun. Rahim müəllim. Bəli. Manatın üstündə musiqi alətlərinin şəkli var. 1 manatın üstündə. Mən düzü o xəbəri oxuyanda paxıllıq elədim. Qonşular balabana heykəl qoyublar. İrəvanın düz mərkəzində balabana heykəl qoyublar. Bizdə hələ ki yoxdur. Amma o qardaşlarımdan xahiş edəcəm, bir dənə balabana həsr olunmuş ya orada gördüyünüz musiqi alətlərinə əsasdır. Balabana həsr olunmuş bir dənə meyxana. Allahın köməyinə bu dəqiqə, heç bir problemi yoxdur. Balabanın qiymətini xiridar bilər, öz qəlbinin səsini sənətkar deyər. Balabanın qiymətini xiridar deyər, öz qəlbinin səsini sənətkar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Yaşatginan balabanın sədasını, yaşatginan balabanın sədasını, qoy vəsf edək Azərbaycan obasını, çalsın milli sarı gəlin havasını, dünya Erməniyə saxtakar deyər, dünya Erməniyə saxtakar deyər, balabanın qiymətini xiridar deyər, öz qəlbinin səsini sənətkar deyər, öz qəlbinin səsini sənətkar deyər. Soyar ritmi. Qəlbinin səsini sənətkar deyər, balabanın qiymətini xiridar deyər, balabanın qiymətini xiridar deyər. Bu qarcan vermərik əslə düşmana, bu qarcan vermərik əslə düşmana. Nə qərtə cavan əyləşib yana, yaxşı ki orada yoxdur bu meyxana. Yoxsa bizimdir meyxana var deyər, yoxsa bizimdir meyxana var deyər. Balabanın qiymətini xiridar deyər, öz qəlbinin səsini sənətkar deyər. Balabanın qiymətini sənətkar bilər, balabanın qiymətini xiridar bilər, öz qəlbinin səsini sənətkar deyər, öz qəlbinin səsini sənətkar deyər. Sən əgər bir səslə sözümü söyləsən, sən səsilə ürək sözümü söyləsən, biz bilərik musiqi ilə neyləsən, Xan Çobanın gözəl ifa eyləsən, bütün millət sənə bəxtiyar deyər, bütün millət sənə bəxtiyar deyər, balabanın qiymətini xiridar deyər, öz qəlbinin səsini sənətkar deyər. Qarşıladı gələn qonağı, qardaş qarşıladı gələn qonağı. Biz də göstərəgün burada sınağı, çalın Süleymanı, çalın papağı. Şair öz sözünü açıq aşkar deyər, şair öz sözünü açıq aşkar deyər. Balabanın qiymətini xiridar deyər, balabanın qiymətini xiridar deyər. Zülüm deyəsin, sanki onu dilim deyəsin, arxasıcan heyva gülüm deyəsin, hamısı sənə sənətdə memar deyər, hamısı sənə sənətdə memar deyər, balabanın qiymətini xiridar deyər, öz qəlbinin səsini sənətkar deyər, öz qəlbinin səsini sənətkar deyər. Yaxşı sözlə atılmışıq meydana, biz gəlmişik bugün mərdü
merdana. Kim şeir kimsə söyləyir meyxana. Yanındadır Vüqar səbəbkar deyər. Yanındadır şair səbəbkar deyər. Balabanın qiymətini xiridar deyər. Öz qəlbinin səsini sənətkar 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 deyər. Sözlər gəlir ləzzətindən, dadından. Şair bu söz gəlir ləzzət dadından. Dərsi almısan bax öz ustadından. Keçməməsini çıxartmayla yadından. Bütün xalqa dua iftixar deyər. Bütün xalqa dua iftixar deyər. Balabanın qiymətini xiridar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Bir balaca xəyallara dalginar, sən də sənət yolunda ucalginar. Bir balaca cığatayı çalginar, məndən sonra bir sözüm Vüqar deyər. Səndən sonra bir sözüm Vüqar deyər. Balabanın qiymətini xeridar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Bacardıqca qonaqlardan ifa et. Bizim bağça budaqlardan ifa et. Çox keçmişəm bu dağlardan ifa et. Səməd vurğun da odlar diyar diyar. Səməd vurğun da odlar diyar diyar. Balabanın qiymətini xiridar diyar. Öz qəlbinin səsini sənətkar diyar. Maşallah məclisdə gedir qiyamət. Elə deyək ki, gəlməsin qoy şikayət. Alim Qasımov oxuyar müqamət. Kamança ağlayar sözün tar deyər. Kamança ağlayar sözün tar deyər. Balabanın qiymətini xiridar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Balabanın qiymətini xiridar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Ay sənətkar qatlaşırsan əziyyətə. Qurban olum səndə olan vəziyyətə. Çayçı havanı çatdır inan millətə. Vüqar sənə eləyib etibar deyər. Vüqar sənə eləyib etibar deyər. Balabanın qiymətini xiridar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Öz qəlbinin səsini sənətkar deyər. sənətdə təməllər, vahid qoyubdur sənətdə təməllər. Onu sevib çox
çox istəyib gözəllər. Yer gəlsə mən yazaram qəzəllər. Çətin ki meyxanəni anar deyər. Çətin ki meyxanəni anar deyər. Balabanın qiymətini xeridar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Sənətkar bilər, balabanın qiymətini xeridar bilər. Adam gərək həyatda sahib olsun, hər dediyi məntiqə layiq olsun. İstər anar, istərsə rafiq olsun, onlar mənim dediyimi təkrar deyər. Onlar mənim dediyimi təkrar deyər. Balabanın qiymətini xeridar deyər. Öz xalqının səsini sənətkar deyər. Öz xalqının səsini sənətkar deyər. Rafiq şeiri qəzəliyyatı gözləyib. Hər nə deyibsə ağsaqqal düz deyib. Rəhmətlik Nizami ilə söz deyib. Bu qar yenə də onun sözü var deyər. Bu qar yenə də onun sözü var deyər. Şair gəlibdir açıq aşkar deyər. Şair gəlibdir açıq aşkar deyər. Şair gələr hər sözü aşkar deyər. Bu qarın yalan olmayıb kəlməsi. Bu qarın yalan olmayıb kəlməsi. Rahibin şairlərdir binövrəsi. Xanəndələr arasında zil səsi. Yaddaşlarda qar yağdı Cabbar deyər. Yaddaşlarda qar yağdı Cabbar deyər. Balabanın qiymətini xeridar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Aşmasan, sarhadları, sadları gəz aşmasan, haqlı, haqsız qaynamasan, daşmasan, Vüqar qardaş bugün burada çaşmasan, anar çaşıb sənə zəhirmar deyər, anar çaşıb sənə zəhirmar deyər, balabanın qiymətini sənətkar deyər, balabanın qiymətini sənətkar deyər. Öz xalqının səsini sənətkar deyər. Dostluğunda bir əhdini pozmayan, dostluğunda bir əhdini pozmayan, düzgün görüb onu düzgün yozmayan, əl yazmasını fərri başlı yazmayan, üz verərəm üzündən astar deyər, üz verərəm üzündən astar deyər, balabanın qiymətini xeridar deyər, öz qəlbinin səsini sənətkar deyər. Bu meyxanədir öz yolu hazırsan. Bir gecə yazdığı bir gün pozursan. Bir gecə yazdığı bir gün pozursan. Aylarla oturursan iş yazırsan. Qalib onu bir də tez bazar deyər. Qalib onu indi tez bazar deyər. Balabanın qədrini xeridar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Ağır yaranı, vurdu zürəyimizə ağır yaranı. Harda
Hardan getirdiniz anar bu bəlanı? Talantsız yazar bir cızma qaranı. Güzgüdə öz-özünə peşəkar deyər. Güzgüdə öz-özünə peşəkar deyər. Balabanın qiymətini xiridar deyər. Öz qiymətini xalqa sənətkar deyər. Heç vaxtı qıraqda dolanmaram mən. Həftələrlə deyib yolmaram mən. Həftələrlə deyib dayanmaram mən. Çünki sinədə var bir an var deyər. Çünki sinəmdə var bir an var deyər. Balabanın qiymətini xiridar deyər. Balabanın qiymətini xiridar deyər. İtirmədim özümü, hələ heç vaxt itirmədim özümü. Vüqar qardaş, mən dediyim sözümü, fikri geniş meydanı baxtar deyər. Fikri geniş meydanı baxtar deyər. Balabanın qiymətini sənətkar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Dikiblər balabana, sarı gəlin havasını çəkib bir yana. Sarı gəlini də çəkib dülər bir yana. Gör erməni bacararmı meyxana? Onlara lənəti pərverdigar deyər. Onlara lənəti pərverdigar deyər. Balabanın qiymətini xiridar deyər. Öz xalqının səsini sənətkar deyər. Sual cavab, məncə süzə eyləmədi istirab. Vüqar qalib süzü elədi feyziyab. Vüqar qalib süzü elədi feyziyab. Biri də eylə söz onu vadar deyər. Biri də eylə söz onu vadar deyər. Balabanın qiymətini xiridar deyər. Öz qəlbinin səsini sənətkar deyər. Sağ ol. Fikir verdiniz məclisə? Onlar da birinci dəfə bədahət. Hə, birinci dəfə idi, yoxsa demişdiniz? Yox, mən demişəm, çox ancaq bu gün tutuldum. Yəni meyxana günləri bu söz meydanında demişəm, ancaq bu efirdə adam biraz çəkilir. Bu çəkinti də şairin ilhamını sıxışdırır. Ona görə mən deyə bilmədim. İndi bir iki mən dedim. Bacardığımızı dedik, ancaq dedik. Mən dedim ki, mən onunla dedim ki bu meyxanaçılarımıza. Şair istəsə meyxana da deyə bilər. Mən həmişə demişəm. Kərimə də demişəm, adını çəkdim, çəkmədim, Rəşad qardaşımı da demişəm. Mən həmişə demişəm ki, şair öz üzərində işləsə, indi çox şairlərimiz bu günləri, o hardasa bir xalq şairlərimiz var, hardasa bir şəxsiyyətlərinə sıxışdırmırlar meyxanədə. Ancaq qardaş, bu Ələsgərdən gəlib bizə, Vaqifdən gəlib, Vidadidən gəlib, bu folklorumuzdur bizim. Yəni bu dəyişmələrin elə təməlini o kişilər qoyub, vallahi onları qanı gəlir. Dədələrimizdən, babalarımızdan süzülüb, durulub, saflaşıb, şəffaflaşıb, sərtləşib, mərdləşib, müqəddəsləşib, gözəlləşib, əzəlləşib, bakirələşib gələn bir şeir növüdür. Bu bizim ədəbiyyata məxsusdur. İndi mən də... Onlar deyir, şəxsiyyətlərinə sıxışdırmırlar, o da orada mənə biraz toxundu. Yəni, nə tər şəxsiyyətlərinə sıxışdırmır. Yəni, meyxananı deyib Əlağa Vahid, Ağ Hüseyin, Atopba... Hələ Mirzə Ələkbər Sabir də cavanlığında meyxana deyil. Belə lap dərinliyə götürəndə İmaməddin Nəsimidən qalır. Nəsimin kilosunda var o. Yəni o şəxsiyyətinə sıxışmaq o tamam başqadır. Bir də bir söz deyim, anar üzr istəyirəm.
Dönə-dönə Rafiq müəllimdən üzr istəyirəm, ağsaqqaldır, bizdə böyük kiçiyi var, dönə-dönə üzr istəyirəm. Mən ana qardaşıma bir sualını cavablandırım. Meyxana asan peşə deyil, yəni o mənada deyirəm ki, yazıb, düzüb, qoşub, senzuradan keçirib, xalqa məclis qarşısına təqdim eləmək başqa şeydir. Bir dilindən ani bir səhv, nağara üstündə dilindən ani bir səhv çıxarsa, ona görə cavab vermək başqa şeydir. Bu məsuliyyət tələb edir. Nağara ritmi üstündə biz qafiyəmizi təkrar eləyə-elə beynimizi işlədib tər tökülür. Görən bax, nə gözəl məclisdir. Mən də 3 qardaş bacısıyam. Bax, buradakı sevmə eləşənlər də mənim qardaşımdır. Belə kirmiş durmağıma baxmayın, ha. Mən də kirmiş duram amma ki, adətimizdir da, ənənəmizdir. Yəni, qardaşlar olan yerdə bacıya biraz sonra gec düşür. Elə deyil mi qardaşlar? Ona görə, bax, sizin hamınızın belə könlünüz şad olsun deyə istəyirəm bir qardaş yerdəyim. Nə deyirsiniz? Nə gözəl. Yıxılsam dirəyim, əlimdə əsa. Adın səngərimdir ara namusa. Bacıların gözlərində qəm olsa, de çəkdiyin nə ağrıdır, nə təlaş. Gözlərinə qurban olum, ay qardaş. Hikmətə bax, anam doğan atasan, qınanaram haqlı məni qınasan. Pünhan sirri gözlərimdən alansan, gözüm sana kəş baxarsa çıxa kaş. Gözlərinə qurban olum, ay qardaş. Yaya dönüm səcdən ilə gəlim, ölsəm belə sənin üçün dirilim, torpaq olum yollarına sərilim. Mənə dəysin dırnağına dəyən daş. Gözlərinə qurban olum, ay qardaş. Haqqı gəzən haqqa doğru yol tapar. Bu yollarda oldum yorğun bir çapar. Ölüm məni çiynin üstə alapar. Cığatelin dediyinlə razılaş. Gözlərinə qurban olum, ay qardaş. Ürəyinə qurban olum, ay qardaş. Ondan başqa siz qardaşlar var. Allah xeyirli olsun. Kimdə? Cavan şairdir, deyir təzə şeirlərini getirib.